Mən heç vaxt həccə getmərəm. Ora getmək mənə görə günahdır. Ona görə ki, mənim ölkəmdə o qədər evsiz, xəstə, ehtiyacı olan var. İmkanım olsa onlara kömək edərəm. Həccə gedənlər statusa görə gedirlər. Bu sənin fikrindir. Sənə görə bir fikirləş ki, sən Qurani-Kərimin ayəsini inkar edirsən. Bəqərə surəsinin 196-cı ayəsində Allah deyir ki, həcc və ümrəni mənim üçün yerinə yetirin. Əgər bir insanın boynuna həcc gəlirsə, vacib olursa ona mütləq şəkildə getməlidir, getməsə haramdır. İkinci, yazmışsan ki, bu ölkəmdə o qədər evsiz, xəstə ehtiyacı olan var, evsiz, xəstə ehtiyacı olan var. Əgər sən gedib onlara kömək edirsənsə, sən heç kim deməz onlara kömək eləmə. Amma çox maraqlıdır, hər dəfə mən bunu qeyd edirəm. Niyə? Məsəl üçün, biz ziyarət adı gələndə, həcc və məsəl üçün, ya Kərbəla və yaxud digər ziyarətlər ad gələndə, nədənsə bu xəstələr sizin yadınıza düşür, bu imkansızlar sizin yadınıza düşür. Elə özünüz sadəcə burada göstəriş üçün gəlib yazıb gedirsiniz ki, biz belə eləyərik, elə eləyərik. Əslində heç, bəlkə də heç elə bir şey eləmirsiniz və sadəcə burada reklam xarakterli gəlib yazıb və ürək bulandırıb gedirsiniz. Sən Allahın ayəsini inkar edirsən, Allahın ayəsini inkar eləyən də kafir hökmündədir. Ona görə də mütləq şəkildədir ki, Allahın ayələrinə əməl eləmək lazımdır. Nəinki burada gəlib öz fikrinlə yazıb insanların fikrini qarışdırıb gedəsən. Çünki Qurani-Kərimin ayələri Allah nazil edibsə, qeyri-şərtsiz ona əməl edilməlidir. Amma sən gedib əlavə nəsə kömək eləyirsənsə, sən heç kim deməz bunu kömək eləmə. Amma bunları yəni başqa, yəni Allahın vacibatlarından qarışdırmaq olmaz. Çünki İslamın əsas, yəni 5 şərtlərindən biri də həcc ziyarətidir. Əgər bunu kimsə inkar eləyirsə, mənə görə deyirsə, din sənin, mənim fikrim deyil. Öz fikrin özün üçün əsas ola bilər, amma yəni nə dindir, nə də şəriətdir. Kasıba kömək elə istəyirsən, get kömək elə. Sən heç kim deməz ki, sən buna kömək eləmə. Amma həcc bir insanın boynuna gəldisə, mütləq şəkildə gedib onu yerinə yetirməlidir. Çünki həcc Allahın əmridir, sənin fikrin deyil. Sənin fikrin heç sənin üçün də belə götürəndə, yəni bu məntiqlə heç əsas ola bilməz.